qonaqlarımızı təqdim edim. Dəyərli jurnalistimiz, Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri, Azxəbər.com saytının baş redaktoru Hacıbəy Heydərlini studiyamıza dəvət etmək istəyirəm. Salam aleyküm, salam aleyküm. Necəsiniz? Xeyirli olsun. Çox sağ olun. Mikrofonum var mənim. Bizim dəyərli jurnalistimiz Hacıbəy Heydərli, çox təşəkkür edirəm bizim dəvətimizi qəbul edib efirimizə gəldiyiniz üçün. Siz sağ olun, xeyirli uğurlu olsun. Çox möhtəşəm bir ab-hava var burada. Həqiqətən də istər verilişin başlamasından artıq biz o pozitiv ruhu hiss elədik. Rəqs qrupunun möhtəşəm ifası, Adira xanım, sizə də xeyirli uğurlu olsun. Çox təşəkkür edirik. İnşallah əminəm ki, verilişiniz bol etimli olacaq. Çox sağ olun. Siz sağ olun, dəvət edirəm. Bir sual vermək istərdim sizə. Hal-hazırda mətbuatımızda nə yeniliklər var? Belə deyim, nə danışa bilərsiniz bu barədə? Təşəkkür edirəm. Həqiqətən də belə deyim də, bu verilişin ilk anlarından biz burada milli ornamentləri duyduq. Bu çox önəmlidir və biz əslində elə uzun müddətdir ki, istər sosial şəbəkələrdə, istər mətbuatda Azərbaycan televiziyalarında bax bu cür səviyyəli layihələri görmək istəyirdik. Bu cür maraqlı musiqi, milli musiqimiz, muğamımız, adət ənənələrimizi təbliğ edən verilişlərin ön planda olmağını arzulayırdıq və düşünürəm ki, əslində bax televiziyalarımız da artıq gözəlləşir. Şükürlər olsun ki, hər şey gözəldir, yaxşıdır və mətbuatımız da əlbəttə ki, bilirsiniz ki, ötən il Azərbaycan milli mətbuatının 150 illiyi qeyd edildi dövlət səviyyəsində və artıq kimdir jurnalist sualına cavab tapılıb, media subyektləri, media reyestrindən keçiblər. Bu baxımdan da düşünürəm ki, dövlətimizin də uğurları, dövlətimizin də apardığı belə deyim də, informasiya cəbhəsində olan işləri təbliğ eləmək Azərbaycan jurnalistlərinin, Azərbaycan mətbuatının ən ümdə işlərindən, ən ümdə vəzifələrindən biri olmalıdır və bu günlərdə özünüz də şahid olursunuz ki, Azərbaycan jurnalistləri istər yerli arenada, istər beynəlxalq aləmdə öz sözünü deməyi bacarırlar. Yaxşı, belə deyim, kimdir jurnalist? Çox maraqlı sualdır. Əslində, bax, uzun illərdir ki, belə deyək də, Azərbaycanda biz bunun şahidi olurduq ki, hansısa bir domen açan, hansısa tutaq ki, bir səhifə işləyən şəxslər özlərinə jurnalist deyirdi. Artıq bilirsiniz ki, 2021-ci ildən sonra qəbul edilən media haqqında qanunda da bu suala cavab verilir. Artıq jurnalist olmaq üçün sən rəsmi olaraq hansısa media subyekti ilə əməkdaşlıq eləməlisən və yaxud da o ilə işçi müqavilən olmalıdır və həmin media subyekti ilə əməkdaşlıq edən şəxs istər televiziya olsun, istər xəbər saytı olsun, agentlik olsun, rəsmi olaraq əgər müqaviləniz varsa, rəsmi olaraq çalışsansa, artıq həmin şəxslərə jurnalist deyilir. Yəni, hər özündən, yerindən duran bir səhifə açan Instagramda, TikTokda, Facebookda artıq jurnalist adına iddia edə bilməz. Təbii ki,